Salam əziz Cəlilabadlılar. Cəlilabadın Meyit Hüseyin küçəsində Dostluq Şahısənin mərkəzi xəstəxanaya yaxın ərazidə 4 sot yarım üzərinə tikilmiş 6 daş üstü qırmızı kərpicdən 3 otaqlı həyət evi satılır. Həyətimizi izləyəcək ətraf təqdim edir. Bura maşın yoludur və həyətdə köhnə tikili də var. Yararsızdır bir sözlə. Bir dənə bu köhnə tikili sökülsə həyət lap geniş görür sənə. Sanitariya qovşağı hamam həyətdədir. Yeni tikili evdir. Evimizin sağ hissəsində boş yer də var. İzləyəcək təqdim edək. Ev yeni tikilidir. Yeni tikili ev istəyənlərin nəzərinə yaxınlaşıb evimizə baxa bilər. Qiymətdə çox münasibdir. Sonda açıqlayacaq. Və bunlar da evin stoykasını qoruyur da və möhkəmliyini saxlayır. Və evimizin yan hissəsində sanitariya qovşağı hamamdır. Burada sanitariya qovşağı hamamdır. İzləyəcək təqdim edək. Baxa bilərsiniz. Su çəni oradadır. Kameralar qaydasındadır. Qazı, işığı, suyu var və evimizə daxil olduq. Bu evimizin salon hissəsidir və koridorda oran edə bilərsiniz. Sadəcə klonka ilə ediblər, səliqəsiz görsənir. Ev yaxşı, standart evdir. Bura qonaq otağıdır. Bura isə bir yataq otağı. Evimiz tam remontludur. Bura isə ikinci yataq otağıdır. Yenə də bu otağımız da tam remontludur. Bura isə bizim mətbəximizdir. İzləyəcək ətrafı təqdim edək. Mətbəx mebelinə kimi qurulub. Ev yeni remontdan çıxıb. Evimizin aşağısı daşlı, yuxarısı qırmızı kərpicdir. Ev yeni tikili evdir. Bir daha da işləyəcəm. Mərkəzi xəstəxanaya və Dostluq Şahısəyə yaxın ərazidədir. 4 sot yarımdır. Kim istəyirsə bizim nələrə saxlayıb gəlib yaxından evə baxa bilər, əyani şəkildə baxa bilər. Qiyməti 46.000 manat deyilir. Yüngülvari çıxıntı olacaq qiymətdə. Çox qiymətə endirim olmayacaq, nəzərdə çatdırım. Zəhmət haqqı isə 1000 manatdır. Kim istəyirsə 050 629 67 57 evimizi izləyəcək ətraf təqdim edək.